Bir qədər əvvəl Aznur Buxar maçı başa çatdı 2-1 hesabı ilə. Amma bu 4-1 final mərhələsinin hələ ki ilk oyunlarıdır. Təbii ki, cavab qarşılaşmaları da olacaq. Meydanda indi hazırda iki iddialı komanda üz-üzə gələcək. Galaxy və Sumqayıt Mini Futbol Klubu. Kim yarım finala vəsiqə qazanacaq? Sürət yoxsa intizam qalib gələcək? Bu sualların cavabını qarşıdakı dəqiqələrdə birlikdə tapacaq. Qarşılaşmanı sizlər üçün mən, Anar Əlizadə, şərh edəcəm. Gözləyirik futbolçular. Meydançaya daxil olsunlar. Bura Bakı Tenis Akademiyasının arenasıdır. Bütün görüşlər burada keçirilir. Təqdimat olunur. Və bəli, futbolçular meydana daxil olurlar. Görüşü Knyaz Əmiraslanov və Mahir Məmmədov idarə edəcək. Galaxy futbolçularını görürük. İndi Azərbaycan Respublikasının dövlət himnini dinləyəcəyik. Futbolçular görüşürlər. Hakimlərlə 4-1 final mərhələsinin bütün oyunları, ilk oyunları bugün keçiriləcək. Cavab qarşılaşmaları isə mart ayında. Kapitanlar görüşür. Galaxy komandasının heyəti qapıda 1 İlkin Əzizov, 3 Yaqub Yusufov, 5 Ramil Əhmədov, 6 Vüsal Səfərov, 7 Ruslan Poladov. Ümumi heyəti sadalayım isə 9 Gökhan Kartal, 10 Eyüp Vahidov, kapitan Müzəffər Abbasov, 14 Ümid, 17 Təmraz, 18 Salman, 19 Eyüp, 20 Elmar, 99 Nicat Baxşiyev, 25 Elmir Mustafayevdir. Komandanın baş məşqçisi Fuad Rızayev, onun köməkçisi isə Nicat İbrahimov olacaq. Əks tərəfdə isə Sumqayıtın heyəti 1 qapıcı Elcan Sarıyev, 98 ehtiyat qapıcı Elvin Əhmədov, 6 Amil Cəfərov, 7 kapitan Emil Abbaszadə, 8 Xəyal Xudaverdiyev, 10 Süleyman Piriyev, 13 İmaməli Nağıyev, 19 Cavid, 23 Yusif, 38 Anar, 50 Nihat, 66 İbrahim, 16 Sahib, 99 isə İlkindir. Baş məşqçi Nicat Məhərrəmovdur. Sumqayıtın heyəti isə bu cürdür. Görək startda kimlər olacaq. Oyunda bu komandalar liqa mərhələsini 4 və 5-ci pillələrdə yekunlaşdırıblar. Ümumiyyətlə 16 komanda iştirak edir mini futbol üzrə Azərbaycan çempionatında və ilk 8-lik növbəti mərhələyə vəsiqə qazanır. Və birinci yerlə 8-ci, ikinci ilə 7-ci, üçüncü ilə 6-cı və 4-cü, 5-ci yerlər bir-birləri ilə qarşılaşır. Hazırda elə həmin oyunu izləyirik. Galaxy Sumqayıt maçı oyun artıq start götürüb. Top Galaxy futbolçularındadır. Görək sonda 4-1 final mərhələsinin ilk oyununda sonda tabloda hansı rəqəmlər qeyd olunacaq və hansı tərəf cavab qarşılaşmasına üstün yollanacaq. Ümumiyyətlə qalib müəyyənləşəcəkmi bu oyunda, yoxsa heç ilə başa vuracaq? İndi Sumqayıtın hücumu, qapıya doğru zərbə bloklanır. Out. Sumqayıtın İmaməli Nağıyev qapıcı ilə oynadı orada. Elcan Sarıyev. Ötürmə cinaha Elcan Sarıyevdən. Sumqayıt komandası son turda məhz, yəni 15-ci turda liqa mərhələsinin son turunda məğlub edilməz Zirəni məğlub edə biliblər. Qeyd edim ki, Zirə vahid lider tamamlayıb çempionatı, liqa mərhələsini və bir məğlubiyyəti yalnız elə Sumqayıtdan alıb. Son turda 3-6 hesabı ilə məğlub olub Zirə.
Zirənin rəqibi isə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti olacaq. Digər qarşılaşma isə birbaşa Bakı və Lənkəran mini futbol komandaları arasında keçiriləcək. Elcan Sarıyev irəli ötürməyə ötürürlər. İndi Galaxy-nin əks hücumu alına bilər. Ötürməyə qapıya doğru zərbə orada. Ruslan Poladov hesab aça bilərdi. Bu alqışlar onun üçündür. Öz-özünü də alqışladı və komanda yoldaşının ötürməsini. Ötürmə irəli. Müdafiənin gerisinə. Amma Sumqayıt futbolçuları topu meydanda saxlaya bilmirlər. Ötürmə qeyri-dəqiq qalınır. Top yan xəttdən çıxır. Out. Galaxy-nin Gökhan Kartal geri qapıcı ilə oynadı burada. Gökhan Kartal, İlkin Əzizov. Ötürmə irəli Galaxy. Golkiperindən. Hələ ki ilk 2 dəqiqə nəzər salsaq Sumqayıt komandası daha fəal, daha istəkli görsənir. Amma top Galaxy-dədir. Təmraz topladı. Təmraz, İlkin Əzizov. Ötürmə sağ cinaha. Tələsmirlər və belə bir səhv. Amma səhvini də sığortalaya bilir. Top itirən futbolçu ötürmə cinaha. Galaxy-nin hücumu. Elmar geri oynuyor. Elmar Təmrazla. Təmraz ara ötürməsi. Yaxşı düşünmüşdü. Toxunuş yoxdur. Qapıdan zərbə. Yox, üçüncü zərbə olacaq. Düz görmüşdüm ilk cəhddən. Ruslan Poladov topun yanındadır. Dərhal başlayır. Bir qədər geriyə. Təmraz. Əmircanov itirdi topu. Adi bir vəziyyətdə indi. Sumqayıt futbolçularının əks hücumu alına bilər. Qapıya dəqiq bir ötürmə və yaxud dəqiq bir zərbə lazım idi. Üçüncüdən zərbə qazanırlar. Bu dəfə əks cəbhədə. Yenə də yerlə başlayır. Sumqayıt futbolçuları burada. Elcan Sarıyev ötürməsi. İmaməli Nağıyev. Ötürmə cərmə meydançasına. İlkin Əzizov çıxışda səhv etmədi. Gökhan Kartal topladı. Kartal mərkəzə meylənir. Ötürməsi cinaha. İlkin Əzizov. Qüvvətli ötürmə top qapı xəttindən çıxır. Qapıdan zərbə. Və qapıcı da öz həmkarına təzdən topu qaytarır. Orada İlkin Əzizova. Gökhan Kartal topladı. Kartal itirdi topu yenə də. Sumqayıtın daha bir əks hücumu alına bilər. Orada foul var idi. Qayda pozuntusunu qeydə alır. Oyunun hakimi. Sumqayıt futbolçusu yıxılıb. İmaməli Nağıyev. Artıq qalxıb hər şey qaydasındadır. Çiyninə baxır. Və standart vəziyyəti yerinə yetirəcək. Sumqayıt futbolçuları. Emil Abbaszadə topun yanında. Kapitandır komandasının. Emil. Emil zərbə indirmədi. İmaməli özü zərbə indirir. Top rəqibə toxunaraq meydandan çıxır. Out. Sumqayıtın. İmaməli Nağıyev başladı. Out atışını yerinə yetirdi, amma qeyri-dəqiq alınır. İndi Galaxy komandası hələ ki heç ilə yadda qala bilmir. Komanda. Cavab oyununa üstün yollanmaq istəyir. Açıq-aşkar belə görsənir. Sumqayıt kollektivi. İlkin Əzizov. İlkin. Elmir Mustafayev. İrəli ötürmə. Elmirdən. Elmar qaytarır topu yenidən Elmirə. Elmir. Elmar. Ondan qapıcıya. Risk etmək olmaz. Pressing tətbiq edir Sumqayıt futbolçuları. İlkin Əzizov risk etmədən topu uzaqlaşdırır sadəcə. Və top rəqibə keçir. Sadəcə yələnmək lazımdır. Meydanda saxlamaq alınmadı. Gökhan Kartal. Topu özlərində saxlaya bilmədilər Sumqayıt futbolçuları. Galaxy komandası. Ruslan Poladovla.
Hücuma çıxmaq istəyirdi, ona qarşı qayda pozuldu. 6 dəqiqə artıq geridədir. Hələ ki hesab açılmayıb. 4-də 1 final mərhələsinin ikinci oyununda. Təmraz topun yanındadır. Əmircanov Təmraz birbaşa qapıya zərbə indirəcək, çox güman. Qüvvətli. Təmraz hazırlaşır, zərbəsi bloklandı. Orada yalnız bir futbolçu var idi, kapitan Emil Abbaszadə topda ona toxunur. Sumqayıtın. Elmir Mustafayev top uğrunda mübarizə. Mərkəz xətti yaxınlığında. Komanda yoldaşı qazanır. Gökhan Kartal. Ayaq saxladı. Geri oynadı. İlkinlə. İlkindən mərkəzə. Elmar. Gökhan Kartal. Yaxşı keçdi orada rəqibi. Kartal. Cinaha ötürmə. Hücuma çıxmağa çalışır Galaxy futbolçuları. Uzaqdan qapıya doğru zərbə. Qeyri dəqiq. Qapılar qarşısında hələ ki demək olar ki, təhlükəli vəziyyət yaranmayıb. Oyun meydanın mərkəzində. Və cərimə meydançalarının astanasında davam edir. Sumqayıtın. Elcan Sarıyev. Komanda yoldaşı ilə oynayır. Yanındakı Cinaha dəyişirlər. Sağa başla zərbə orada. İmaməli Nağıyevdən daha bir Sumqayıtın. Bu dəfə rəqib qapısı yaxınlığında. İzləyək. İlkin out atışını yerinə yetirəcək. Baxır ətrafına. Ötürmə cərimə meydançası qarşısına alınmadı. Orada yıxılan futbolçu var Galaxy komandasından. Son toxunuş elə Galaxy'dan olur. Sumqayıtın. İmaməli Nağıyev bu dəfə. Topu yan xəttdən meydana daxil edir. Elcan Sarıyev. Tələsmirlər. Elcanın ötürməsi. Çıxa bilmədilər. Mərkəz xəttini keçə bilmədilər, amma top meydandan çıxmışdı artıq. Tələsir fikir verin Sumqayıt. Hələ oyunun 9-cu dəqiqəsindəyik. Elcan. Meydanın rəqibə aid olan hissəsində qarşılamaq istəmir Galaxy. Yəqin ki, xüsusi tapşırıqdır bu. Nicat Məhərrəmovun. İrəlidən çıxış etmirlər. Mərkəz xətti və bir qədər kənarda. Meydanın özlərinə aid olan hissəsində kompakt şəkildə müdafiə olunur Galaxy komandası. Və demək olar ki, hələ ki hesab açılmayıbsa, deməli bu taktika işə yarayır. Uzaqdan zərbə. Orada Nicat Baxşıyevdən. Elcan Sarıyev seyv edir. Üçüncü zərbə olacaq. 10-cu dəqiqənin tamamında. Nicat Baxşıyevin zərbəsi yaxşı alınmışdı. Qapıya ünvanlanmışdı. Və artıq üçüncü zərbəni də yerinə yetirirlər. Top yan xəttdən çıxır Galaxy futbolçularından. Sumqayıtın. Elcan. İrəlidəki komanda yoldaşını düşünmüşdü burada. Ötürməyə qapıda boşluq var. Çıxışda səhv etmədi. İlkin Əzizov az qala zədələnəcəkdi orada. İlkinlə toqquşmasından sonra İlkin Vəlizadə. Adaşı ilə toqquşur. Amma hər şey qaydasındadır. Hakim davam dedi. Cavid. Out'u yerinə yetirir. Geri qapısı ilə oynadılar. Elcan Sarıyev. Pressing var Galaxy'dən. Elcan uzaqlaşdırır topu. Düz rəqib qapısı önünə. Orada Əzizov İlkin. Topu yumruqları ilə uzaqlaşdırdı. Neydəm? Başlamalıdır. İlkin Əzizov. Təmraz Əmircanov. Ötürmə irəli. Sağ cinahdan Galaxy'nin hücuma alına bilər. Gökhan Kartal topa yiyələnə bilmədi, itirirlər. Və ötürmələrə fikir verir. Sumqayıt futbolçularından uzaqdan bu ötürmə idi, yoxsa qapıya zərbə cəhdi. Qeyri dəqiq alındı. Bu isə Fuad Rızayevdir. Galaxy'nin
baş məşqçi dəyişikliyi oldu Galaxy-nin heyətində. İlkin Əzizov. Ötürmə sağcına, hop, boşlu zərbə və gol! Gola baxın! İti buzaq altında. Əla bir gol vurur. Orada Salman. Qapıcı da mövqeyini tərk etmişdi. Və qola baxın siz. Salman Atluxanov. Əla fırlatdı topu. Qapıya. Və indi Sumqayıtın əks hücumu alınmır. İkinci zərbə olacaq. Yıxılan futbolçu var. Cərmə zərbəsi gözləyir. Amma hakimin qərarı üçüncü zərbə olacaq. Əla bir gol izlədik. Salman Atluxanovun ifasında. Elcan Sarıyev. Bir hücum kifayət etdi, fikir verdirsə. Galaxy-yə. Hücumda üstün tərəf isə Sumqayıt idi. Açıq-aşkar Gökhan Kartal. Geri oynadı orada. Təmraz Əmircanov qapıçı ötürmə. İlkin Əzizovdan yenə də fikir verin. Demək olar, eyni senarini izləyə bilərdi, amma bu dəfə alınmadı. Qeyri-dəyə götürmə. Xəyal Xudaverdiyev. Üzr istəyirəm, Süleyman Piriyev topladı. Süleyman. Süleymanın ötürməsi cinaha. Tək toxunuş yenidən Süleyman. Özü irəliyir, orada Gökhan Kartal. Qarşısını kəsdi. Süleyman out'u yerinə yetirir. Zərbə indirə bilmədilər. İlk cəhdən pressing var Galaxy futbolçularından. Az qala topu itirəcəklər. Və itirirlər də. Amma top yan xətdən çıxmışdı, out. Sumqayıtın. Onsuz da tələsirdi Sumqayıt futbolçuları. İndi vaxt onların artıq əleyhinə işləyir. İmaməli Nağıyev, arı ötürməsi yaxşı alındı, amma qapıcı mövqeyini tərk etmişdi, inanlı şəkildə çıxış etdi orada. İndi Galaxy futbolçularından İlkin Vəlizadə, Fərdi Reyd nümayiş etdirmək istəyirdi burada. Ötürülmə cinaha Gökhan Kartalın zərbəsi. Toxunuş var idimi? Yox, qapıdan zərbə olacaq, qeyri-dəqiq alındı. Elcan Sarıyev. Süleyman Piriyevlə oynuyor qarşısında. Ruslan Poladov dayanıb. Pressing edir, ötürmədə səhv Elcandan. Gökhan! Gökhan keçir qapıcıda, Gökhan! Zərbəsi. Topu çölə vurdu. Qapıcını da keçmişdi. Və hədiyyə etmişlər. Elcan özü hədiyyə etmişdi topu. Gökhan Kartala. Yararlana bilmədi belə bir vəziyyətdən. Gökhan, Təmraz, ötürmə qeyri-dəqiq, heç kəs yoxdur müdafiənin gerisində. Elcan Sarıyev yanındakı komanda yoldaşı ilə oynuyor. Süleyman Piriyev yenidən qaytarır topu. Elcana. Elcan baxır, arı ötürməsi alınmadı. Süleyman götürür topu. Süleyman buraxdı komanda yoldaşı üçün, bir-birlərini başa düşmədilər indi. Gökhan Kartalın ötürməsi sağa cinaha, İlkin Vəlizadə cinahı bir qədər də küncə sağa dəyişir, amma oradan keçə bilmirlər. Və top yan xətdən çıxır. Out. Sumqayıt mini futbol klubunun minimal hesabla üstündür. Təbii ki, həvəsdən düşmək lazım deyil. Bu mini futboldur. Hadisələr ildırım sürəti ilə dəyişə bilər. Gökhan Kartal ötürmə cinaha, qapıya doğru zərbə. Elcan baxır, uzaqlaşdırır, hətta topa yiyələnir, götürür. Soyuqqanlı davrandı, yaxşı çıxış etdi. Ötürmədə səhv. Ruslan Poladov geriyə çəkilir. Qazandı topu komandası üçün. Ruslan ötürmə tək toxunuş. Orada Salman Atluxanovdan. Oyundakı yeganə qolun müəllifi. Qeyri-dəqiq ötürmə etdi. İmaməli Nağıyev. Zərbəsi yox, ötürməsi idi bu cərmə meydançasına qapıcı. İlkin Əzizov qarşıladı. Elcan uzaqlaşdırır.
Ruslan çatmadı topa, out. Galaxy-nin. Ruslan Poladov. İlkin Əzizov. İlkin. Yenə də sağ canaha ötürmə. Sanki boşluq tapıblar orada. Sumqayıt müdafiəsində. Qayda pozulmuşdu. Elcan Sarıyev. İmaməli Nağıyev. Ötürmə irəli. Alınmadı. Risk etmək olmaz. Topu rəqibə vuraraq çıxarırlar. Out Sumqayıtın. Əvəzləmə hazırlanırdı. Galaxy-nin heyətində səhv etmirəmsə Elmar Rəhimov idi. Oyuna daxil olmağa hazırlaşan futbolçu. Fikir verin. Ruslan Poladov. Təcrübəsindən istifadə etdi orada. Galaxy-nin daha bir hücum cəhdi. Boşluq var qarşıda. Ötürmə cərmə meydançasına. Yaxşı fürsət düşmüşdü. Özü də zərbə indirə bilərdi, amma komanda yoldaşını düşündü. Daha dəqiq oynamaq istədilər. Hesabı artırmaq istədilər, amma alınmadı. Daha bir hücum cəhdi olacaq Galaxy-dən. Xeyr, imkan vermirlər. Sumqayıtın cavabı olacaqmı? Xeyr, onlarda da alınmadı. Top uğrunda amansız mübarizə var. Meydanın mərkəzi yaxınlığında və Süleyman Piriyev topa yiyələnir. Ötürməsi cinaha. İmaməli Nağıyev. Artıq 19-cu dəqiqədəyik və ilk hissənin yavaş-yavaş sonlarına yaxınlaşırıq. Görək hansı tapşırıqlar verəcək uzaqdan zərbə. Elcan Sarıyevdən. Sumqayıtın qapıçısından. Azacıq dəqiqlik çatmır. Daha bir hücum cəhdi. Top elə Galaxy futbolçularından çıxır. Görək Nicat Məhərrəmov fasilədə komandasına hansı tapşırıqları verəcək. Təbii ki, dönüş etmək olar. Hesab 1-0'dır. Hətta ilk oyundu. Ruslan Poladovdan. Başla zərbə. Qeyri-dəqiq qalınır. Qapıdan zərbə Sumqayıtın. Elcan Sarıyev bir qədər yaxına səsləyir. Komanda yoldaşına kömək üçün ötürmə irəli. Nicat Baxşiyev uzaqlaşdırır. Ruslan Poladov təklif demək olar hücumda. Top meydanında qalır. Sumqayıt futbolçularının da özü də uzaqlaşdırırlar. Orada bir qeyri-dəqiq ötürmə gəldi. Sumqayıt futbolçusundan. İlkin Əzizov. Ruslan Poladov. Çox yaxşı çıxış edir bu gün. Ruslan Poladov zərbəsi komanda yoldaşından bloklanır. Audu Galaxy-nin tapşırıqları verir orada. Ruslan. Elmir Mustafayevi cərmə meydançasına səslədi. Daxil olsun. Ruslan zərbə cəhdi. Dəqiq alınmadı. İndi Sumqayıtın cavabı gələcəkmi Nihadla. Nihadın ötürməsi sol cinaha. Və indi yaxşı keçirlər orta. Qapı boşdur. Zərbə bloklayır orada. Tək müdafiəçi Ruslan Poladov. Daban ötürməsi alınmadı. Daha bir zərbə uzaqdan. Yenə də qeyri-dəqiq. Bəxti gətirir Galaxy-nin. İlkin Əzizov qapısını tərk etmişdi. Amma komanda yoldaşı sığortaladı. Yaxın oyunlar. Əzizovun ötürməsi qeyri-dəqiq alınır. Out Sumqayıtın. Elcan Sarıyev. Elcan. Amil Cəfərov. Edan Elcan. Sol diagonal alınmadı. Top keçir rəqibə. Yox, keçəsi olmur. Out Sumqayıtındır. Süleyman Piriyev tələsdi. Ötürməsi irəli. Amma tələsməyə hər zaman şey yaramır. Hələ ikinci hissə var. Bir qədər dəqiq oynamaq lazımdır. Piriyevin ötürməsi yenə də keçmədi. Qapandı, fikir verin. Galaxy futbolçuları yaxşı şəkildə
Müdafiə olunurlar. Orta Elmar Rəhimov geri oynadı qapıcı ilə. İlkin Əzizov risk etmək olmaz. Təmraz Əmircanov qüvvətli zərbə ilə topu meydanın rəqibi aid olan hissəsinə ötürür. Top da qalır. Galaxy futbolçularında yaxşı keçir orada. Qapıya zərbə indirmək lazım. Ola bilərdi, amma olmadı. Təmrazın zərbəsi. Sumqayıt futbolçuları blokladı. Təmraz Əmircanov yenə də boşla zərbə. İti bucaq altında bu dəfə. Dəqiq alınmır. Gökhan Kartal izləyir oyunu kənardan. Artıq meydanda deyil. Sumqayıtın hücumu itirir Nihat. Təzdən yenidən gələnirlər topa. Sumqayıt futbolçuları. Elcan Sarıyev. Sağ cinahda boşdur. İmaməli Nağıyev top ona gəlir. İmaməlinin ötürməsi eyni ilə başla zərbə. Qapıya doğru bu dəfə. İlkin Əzizov səhv etmədi. Elmar Rəhimov ötürmə mərkəzə. Tək toxunuşlu ötürmələr Galaxy futbolçularından. Bir qədər üçüncüdə sıxlaşdılar. Qarışıqlıq var. Hakimin qərarı qaydana Galaxy futbolçusu pozub və imkan yarana bilər Sumqayıt futbolçuları üçün, amma tələsmək lazım idi. Bax, bu epizodda tələsmək lazım idi. Öz mövqeyinə qayıtmamışdı Galaxy futbolçuları. Ləngitdilər. Hücumun kəsəri zəiflədi. Top yan xəttdən çıxır. Out. Sumqayıtın. Cavid. Avda atışını yerinə yetirdi. Elcan, Cavid. Nağıyevdən. Cavidə, Cavid keçdi bir rəqibi. Hücumun səmtini dəyişdi. Sola əl ötürmə və gol! Hesab bərabərləşir ilk hissənin sonlarında. Cavid özü qurdu bu hücumu. Əhsən! Yaxşı kombinasiya izlədik. Aha, qolun müəllifi Süleyman Piriyevdir. Rəqib qapısı önündə tamamilə boş idi. Nicat Məhərrəmovu göstərirlər. Soyuqonludur, tələsmir. Hesab bərabərləşir. İndi yaxşı şəkildə müdafiə olunmaq lazımdır. Çünki psixoloji üstünlüyə yiyələnir. Sumqayıt komandası Galaxy üstünlüyü artırmağa çalışacaq. Gökhan Kartalın zərbəsi keçmədi. Sonlarda, ilk hissənin sonlarında müdafiə olunmaq lazımdır. Dəqiq şəkildə. Galaxy isə təbii ki üstünlüyünü bərpa etmək istəyir Kartal. Amma bu deməli ki, müdafiədə yenə də səhvlər. Boşluqlar ola bilər. Gökhan Kartal baxdı qapıya. Uzaqdan zərbə. Seyf gəldi Elcandan. Daha bir zərbə. Yenə seyf edir. Elcan Sarıyev. Qayda pozulur. 25-ci dəqiqədir. Həkim meydana daxil olur. İlk hissənin sonunda. Çox gözəl kombinasiya qurdular. Bərabərlik qolunda və Süleyman Piriyev son ştrixi qoydu. Sumqayıtın hücumunda. Fasilə yaranır oyunda. Bu Fuad Rızayevdir. Və Nihat Ağayev. Qalxır ayağa. Elcan Sarıyevin ötürməsi dəqiq alınmadı. Tələsmir İlkin Əzizov. İrəli ötürmə. Uzaqdan zərbə indirmədi. Ramil Əhmədov. Gökhan Kartal. Gökhan. Ötürmə. Təmraz saxlayır topu meydanda. Təmrazın ötürməsi qapıçıya. İlkin Əzizov.
Sağ diagonal Elcan Sarıyev. Dəqiq oynuyor və ilk hissə yekunlaşır. Galaxy Sumqayıt maçında. Yenidən bir yerdəyik, əziz İdman TV izləyiciləri. Mini futbol üzrə Azərbaycan çempionatının 4-1 final mərhələsinin ikinci oyununun ilk maçı Galaxy Sumqayıt komandaları qarşılaşırlar və ilk hissədən sonra hələ ki hesab bərabərdir, 1-1. Oyun davam edir. İzləyə görə sonda qalib müəyyənləşəcəkmi? Gökhan Kartal. Orada sadəcə uzaqlaşdırır topu. Və indi. Amma qayda pozuntusu var idi. Hakim oyunu saxlayıb. Sumqayıt hesabda önə keçə bilərdi. İlkin Vəlizadə. Zərbə endirir, qeyri-dəqiq alınır. Hakimin fitindən sonra. Təmraz Əmircanov, ötürmə sol cinahə. Galaxy futbolçularının hücumu sol cinahdan. Onların da bu cəhdi baş tutmadı. Elcan Sarıyev isə əhsən düşür. İlk hissədə çox yaxşı çıxış etdi bu qapıcı. Bir neçə dəfədə seyv etdi. Qüvvətli zərbələri. Elcan Sarıyev, əks tərəfdə isə bir epizod oldu ki, qapıcı yox, müdafiəçi topu boş qapıdan çıxartdı. Yoxsa hesab artıq 2-1 Sumqayıtın xeyrinə idi. Galaxy futbolçular, fikir verin, pressingə baxın. Meydanın rəqibə aid olan hissəsində Sumqayıtın 4 futbolçusu var. Hakim görüşü saxlayır, fol qeyd alınır. Onu da qeyd edim ki, bu cütün qalibi Zirə və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti cütünün qalibi ilə qarşılaşacaq yarım finalda. Yəni Sumqayıt ehtimal var ki, yenə də Zirə ilə görüşə bilər. Bu dəfə artıq həll edici turda yarım finalda. Aznur 2-1 hesab ilə qalib gəldi Buxara. İlk oyunun nəticəsinə görə onlar isə birbaşa Bakı və Lənkəran Mini Futbol Klubunun qalibi ilə yarım finalda üzləşəcək. Cərmə zərbəsi Sumqayıt futbolçularından Süleyman Peliyev çıxartdı. Orada komanda yoldaşı üçün zərbə indirsin. Amma zərbə indirə bilmədi Nihat. Galaxy futbolçuları topa yiyələnirlər və mərkəz xəttində bu dəfə İlmir Mustafayevə qarşı qayda pozulur. Gökhan Kartal. Dirsəyində ağrılar hiss edirdi Elmir Mustafayev. İlkin Əzizov. Təmraz Əmircanov. İlkin risk etmək olmaz. Belə mövqedə top yan xəttdən çıxır. Out Galaxy-nin. Dərhal başlayırlar. Yan xət yaxınlığında top uğrunda mübarizə var və yenə də qayda pozuntusu. Bu dəfə Gökhan Kartala qarşı qalxdı, özü başladı. Hücumun səmtini dəyişir sağa. Elmir'in ötürməsi mərkəzə tək toxunur. Topu yaxşı saxladı orada. Təmraz Əmircanov yaxşı da düşündü hətta. Havada olarkən ataraq keçmək istəyirdi topu. Rəqibin başı üzərindən yaxşı düşündü, amma rəqib hazır idi. Top gəlmir Elmirə. Emaməli Nağıyev. Rəqib arxadan təmas etdi, onu itələdi. Hakim qayda pozuntusunu qeyd alır. Gözündən yayınmır bu. Oyunun hakiminin İmaməli Nağıyev. Ötürmə irəli. Təmraz. Elmir. Çətinlik çəkirlər mərkəz xəttini keçməkdə. Nominal ev sahibləri. Gökhan Kartal. İlkin Əzizov. İrəli ötürmə. Orada Elcan Sarıyev. Bu dəfə də qurtarış edir. Ona qarşı da qayda pozulur. Kobudluq var idi. Təhlükəli oyun qeyd alındı orada. Başlı ötürmə Nihatdan. Rəqib cərmə meydançasına komanda yoldaşı topu meydanda saxlaya bilmədi. Ümumiyyətlə yaxşı ram edə bilmədi. Gökhan Kartal.
Topu yan xəttdən meydana daxil edir. Ötürmə irəli. Ruslan Poladov topladı. Yenə də qarşıda çıxış edir. Ruslan Poladov fikir verin. Dərhal qaçdı. Rəqib cərmə meydançasına. Hücum cəhdi orada. Təmraz qapıya paralel qüvvətli ötürmə. Uzaqlaşdırır Sumqayıt futbolçuları. Elçin Əzizov. Təmraz Əmircanov. Trivela ötürmə cəhdi. Təmrazdan. Top meydanda qalır. Ravid Əliyev. Bir qədər əvvəl elə ilk hissədə komandasının bərabərlik qolunda çox yaxşı çıxış etdi. Çox yaxşı reyd etdi Cavid Əliyev. Elcan Sarıyev qapısını tərk edib, hətta mərkəz xəttində keçib zərbə indirir. Qeyri dəqiq alınır. Qapıdan zərbə. Yarım saat tamam olur. Oyunda hesab bərabərdir. Gökhan Kartal. Elçin Əzizov. Ötürmədə səhv. Dəqiq oynamaq lazımdır Sumqayıt futbolçuları. Hücuma yaxşı çıxa bilmədilər, amma indi boşluq var müdafiədə. Elmirlə Galaksinin hücumu. Elmir çox düşündü orada Mustafayev və topu itirir. Dərhalda Sumqayıt futbolçuları qarşılıqlı top itkiləri. Ruslan Poladov tamamilə qapandı. Hər kəs geriyə çəkildi. Təmraz baxır qapıya. Zoğdan zərbə və gol! Təmraz Əmircanov raket atır qapıya. Uzaq məsafədən. Galaxy yenə də hesabda önə keçir. Fikir verin, uzaq oltuluğa mükəmməl zərbə indirir. Bu dəfə Elcan Sarıyev məyusdur. Dəf edə bilmədi. Təmrazın bu qüvvətli zərbəsinin qarşısını ala bilmədi. Elcan Sarıyev. Ötürməsi. Top yan xəttdən çıxır. Süleyman Piriyev belə səhv etmək olmaz. Daha bir hücum. Galaxy futbolçularından zərbə. Elcan seyv edir. Daha bir zərbə Ruslandan. Top dirdən qayıdır. Tez-tez səhv edirlər artıq müdafiədə. Fikir verin. Ötürmələrə alınmadı. Süleyman Piriyev qarşılayır. Bir qədər tempo artır, təzyiq artır. Əks tərəfə zərbə. Sumqayıt futbolçularından qeyri dəqiq alındı. Elçin Əzizov. Sağ diagonal Elçindən yaxşı qəbul etdi. Təmraz ötürmə etkisi yox idi orada. Daha dəqiq desək, iki futbolçu var idi, amma top düz onların arasından meydandan çıxdı. Yaxın deyildilər topa. Daha bir hücum cəhdi Galaxy'dən. Tələsmə deyir Salman Atluxanov. Galaxy'nin iş qolunun müəllifi. Hakim oyunu saxlayır. Həkimi meydana dəvət edir. İmaməli Nağıyev. Yıxılıb. Bəli, toqquşdu burada. Gökhan Kartalla. Süleyman Piriyev topu rəqibə qaytarır. Hakimin tapşırığı ilə İlkin Əzizov oyun davam edir. Ruslan Poladov ötürmə qapı qarşısına başla. Elcan Sarıyev. Yenə də hesabda geriyə düşür, fikir verin. Ruslan pressing edir, qazanır, ötürmə, qapıya zərbə və gol! Salman Atluxanov dubl edir, ikinci qolunu vurur. Əhsən təbii ki Ruslan Poladova düşdü orada. Dərhal pressing etdi Süleymanın üzərinə. Və qazandı topu, ötürməsi də dəqiq alındı Salman Atluxanova. O isə hesab arasındakı fərqi artıq artırır. 3-1-də hesab Galaxy'nin xeyrinə. İşi çətinləşir Sumqayıtın və bunun hələ cavab maçı da var. Elcan Sarıyev ötürmə. Süleyman yaxşı keçdi. Süleymanın ötürməsi tərs toxunuş. Zərbə və gol! Təslim olunur. Sumqayıt, Xəyal Xudaverdiyev. Dərhal fərq azaldır. Sevinci çox çəkmədi. Galaxy'nin ruhlandırır komanda yoldaşlarını. Xəyal Xudaverdiyev.
3-2 hesab. Maraqlı oyun izləyirik. Temp yüksəkdir, təzyiq var. Nicat Məhərrəmov tapşırığını verdi. İlkin Əzizov ötürmə irəli. Süleyman qarşıladı. Daha bir hücum təsəvvür edin. Daha bir gol vurur Sumqayıt bu dəqiqələrdə və hesabı bərabərləşdirir. İkincidən zərbə olacaq. Oyunun 35-ci dəqiqəsində Nihad Ağayev topun yanındadır. Ötürmə, uzaqdan zərbə indirə bilmədi Süleyman. Amma rəqib Galaxy futbolçu zərbə indirir uzaqdan, qeyri dəqiqə alınır. Top qapının üstündən keçdi, çıxdı. Elcan Sarıyev dərhal başlayır. Elcan ötürmə yanındakı komanda yoldaşına. Ardınca qeyri dəqiqə ötürmə izlədi. Ruslan Poladov yenə də əla ötürmə edir orada. Tək toxunuş olaraq Ruslanın uzaqdan qapıya zərbə. İti bucaq altında Elcan Sarıyev yerindədir. Top keçir yenə Sumqayıt futbolçularına. Süleyman Piriyev. Ötürmə cinaha. Elcan Sarıyev. Elcan. Komanda yoldaşı ilə oynayır. Tək toxunur. Süleyman Piriyevdən yaxşı alınmadı. ...37-ci dəqiqəyə daxil olduq. İlkin Əzizov baxır. Ötürməsi. Top meydançada qalmır. Out. Galaxy-nin Ruslan Poladov kifayət qədər güc sərf etdi. Qol da vurmasa oyunda əməlli başlı pay sahibi olub qollarda. Çox aktivdir. Ruslan Poladov. İlkin Əzizov. Sol diagonal. Top qapı xəttindən çıxır. Qapıdan zərbə. Elcan Sarıyev. Müdafiənin gerisinə ötürmə. Başla zərbə orada. Xəyal Xudaverdiyevdən dəqiq alınmadı. Sumqayıtın ikinci qolunun müəllifi. Gökhan. İlkin. Təmraz Əmircanov. Əla bir qolunu izlədik Təmrazın. Out Galaxy-nindir. Təmraz özü başlayacaq out atışını yerinə yetirəcək. Əmircanov Təmraz. Qayda pozulur. Düz hakimin göz önündə Salman Atluxanov. Yıxılmışdı. Təmraz. Deyəsən yenə də birbaşa qapıya zərbə indirmək istəyir. Bəli. Kifayət qədər məsafədə dayandı. Topla. Zərbəsi amma qeyri dəqiqə alınmamışdı. İstədiyi kimi ümumiyyətlə alınmadı. Təmrazın bu dəfəki zərbəsi. Gökhan Kartal. Topu yan xətdən meydana daxil edir. Burada heç kəs yox idi, heç nə yox idi. Təbii ki, bir qədər gərginliyi var və fikir vermə ona. Kənardan müdaxiləni eşitdi. Təbii ki, emosiyalara hakim olmaq lazımdır. İmaməli Nağıyev mübahisə edir rəqib futbolçularla. Hesab arasındakı fərq azdır. Başa düşüləndir bu gərginlik. 4-də 1 final mərhələsidir. Həyəcan var. Amma təbii ki, təmkinli olmaq lazımdır. Ötürmədə səhv Elcandan belə səhv etmək olmazdı. Təmrazın zərbəsi. Yararlana bilmədilər. 40-cı dəqiqədək. Elcan Sarıyev. İrəli ötürmə. Elcandan. Galaxy futbolçuları topu meydanda saxlaya bilmədilər. Kapitan Emil Abbaszadə. İmaməli Nağıyev. Ötürmə irəli. Gökhan Kartal. Kapitan qəbul edir topu. Ötürmə Süleyman Piriyevin zərbəsi. Toxunuş. Qeydə alınır mı? İkinciden zərbə. Bəli.
40-cı dəqiqənin tamamında Nihat Ağayev ötürmə keçmədi. Out Sumqayıtın Elcan özü zərbə endirmək qərarına gəlir. Qeyri dəqiqə alınır, uzaqdan qapıya zərbə. Artıq qayıtmışdı Elcan Sarıyev. Öz mövqeyinə Fuad Rızayev diqqətlə izləyir oyunu, o da həyəcanlıdır. Minimal üstündür komandası hesabda. Təbii ki, hər zaman, ümumiyyətlə hər saniyə yeni futbolda demək olar ki, həll edici ola bilər. Bərabərlik qolu gələ bilər Sumqayıtdan. Vurula bilər. Süleyman Piriyev yıxılıb. Belini tutur. Qalxır ayağa. Hər şey yerindədir, qaydasındadır. Davam etdirəcək oyunu. Gökhan Kartal. Altı yerinə yetirdi. Təmraz Əmircanov. Təmraz. Risk etmədi, geri oynadı. Qapçı ilə oynayırlar. İlkin Əzizovdan irəli. İlkin. Pressing var Sumqayıt futbolçularından. Gökhan. Tərk toxunur. Yaxşı düşündü. Amma yaxşı icra olunmadı. Sumqayıtın cavabı. Uzaqdan zərbə. İlkin Əzizov. Çətinlik çəkmədən topu götürür. İlkin. Gökhan. Artıq irəlidən çıxış edir Gökhan fikir verirsə. Oyun başlayanda müdafiədən çıxış edirdi. Gökhan top istəyirdi orada. Ötürmə Cinaha. Cinahdan qapıya zərbə bloklayır. Elcan Sarıyev daha bir zərbə cəhdi. Yenə də müdafiəçilər qarşısını aldı. Bu zərbənin və Ruslan Poladov yanına çağırdı dərhal. Elcanın ötürməsi yaxşı alınır müdafiənin gerisindən. Qapı boşdur. Hakimin qərarı olacaq. Oyun davam edir. Heç də yoxdur deyir hakim. Orada penalti gözləyirdi Sumqayıt futbolçuları. Daha bir hücum cəhdi alınmadı. Uzaqlaşdırır sadəcə Galaxy futbolçuları. Qarışıqlıq yaranmışdı. Yaxşı ötürmə etmişdi orada Elcan Sarıyev. Amma görülən odur ki, qaydalar daxilində davrandılar həmin epizodda. Qayda pozuntusu yox idi. Burada isə var idi. Başlayır Cavid Əliyev, ötürməsi Cinaha. Elcan Sarıyev. Yenə də müdafiənin gerisinə zərbə indirən. Tapılacaqmı? Xeyr, imkan vermədilər. İlkin Vəlizadəyə. Adaşı İlkin Əzizov dərhal başladı. Galaxy'nin sol cinahdan hücumu. Bir-birlərini başa düşmədilər orada qapçı ilə. Sumqayıt müdafiəçisi. Və rəqib üçüncüdən zərbə qazanır. Adi bir vəziyyətdə. Uzaqdan qapıya zərbə. Bloklanır. Ruslan Poladov artıq oyundadır. O yerini yetirdi. Ara ötürməsi əlandı. Sumqayıt zərbə lazımdır. Zərbə! Qapını dəqiq iş ala bilmədilər. Orada Xəyal Xudaverdiyev özü zərbə indirmədi. Ötürmə etdi. Komanda yoldaşına daha dəqiq zərbə indirməsi üçün. Out Sumqayıtın. Elcan Sarıyev. Süleyman Piriyev. Hücumun səmtini dəyişmək istədi. İmkan vermədi. Ruslan sinəsi ilə necə yaxşı saxladı orada. Ruslan yenə də pressing tətbiq edir. Ruslan yıxılır. Oyun davam edəcək. Süleyman Piriyev. Döyüşür Ruslan. Əsl gladiator kimi fikir verin. Out Galaxy'nin Təmraz Əmircanov. Artıq bir qolu var. Özdə necə bir qol. Auto başladı orada. Qaydanı pozur Süleyman Piriyev.
Daha dəqiqdirsə İmaməli Nağıyev idi qaydanı pozan. Ruslan Poladova qarşı. Təmraz özü yaxınlaşdı yenə. Görülən olur ki, komandasının cərmə zərbələrini o yerinə yetirir. Qüvvətli zərbələri var, çünki qolda da onun nəyə qadir olduğunu izlədi. Hakim işarəsini verir. Təmraz Əmircanov bu dəfə ötürmə etdi sol cinaha. 2 futbolçudan ibarət. Canlı səd var idi orada. Elcan Sariyev seyv etdi. Sumqayıtın əş hücumu. Əl ötürmə alındı. Zərbə və gol! İlkin Vəlizadə hesabı bərabərləşdirir. 3-3 olur hesab. Sumqayıt komandasının sevinci. Bu dəqiqələrdə həddi hüdudu yoxdur. Əl ötürmə etdi orada. Ötürməni edən səhv etmirəmsə, bəli, Cavid Əliyev idi yenə. Əməlli başlı fayda verir komandasına Cavid Əliyev. Həm ikinci qolda, həm də üçüncü qolda. Bu alqış onun üçündür. Sakitləşdirir və özü də tələsir pressing etməyə. Hesab bərabərləşdi. Galaxy Sumqayıt maçında 3-3'dür. Oyunun 46-cı dəqiqəsi. Hakim işarəsini gözlədilər. Əgər bu hesabla bitərsə oyun, qapıcı yıxılıb. Təbii ki, qayda pozulmuşdu. Elcan Sarıyevə qarşı. Əgər bu hesabla bitərsə oyun, cavab qarşılaşması çox gərgin və maraqlı olacaq. Oyunun sonlarına yaxınlaşırıq. Elcan Sariyev. Amma hələ son deyil bu. Sumqayıt təslim olmaq niyyətində deyil. Out Galaxy-nin. Ruslan istiqamətlə keçmədi. Süleyman ortalamaq istəyir orta. Foul. Mərkəz xətti yaxınlığında yenə. Təmraz Əmircanov hazırlaşacaq. Bu dəfə bir futbolçudan ibarət canlı səd qurulur orada. Təmraz. Təmraz sürət yığır, zərbəsi keçmədi. Out Galaxy-nin Gökhan Kartal. Fuad Rızayev çox güman orada köməkçisi ilə müzakirə edir oyunu. Əvəz etmə. Xəyal Xudaverdiyev yenidən oyundadır. Sumqayıtın heyətində Gökhan Kartal. Tələsmədir. Fasilə yaranır oyunda. Oyun davam edəcək. Gökhan Kartal. İlkin Əzizov. İrəli ötürmə İlkindən. Sumqayıt. Xəyal Xudaverdiyevlə hücum atılırdı. Out. Elə Sumqayıtın İlkin Vəlizadə ötürmə cərmə meydançasına. Süleyman yüksəldi. Topa. Amma qazana bilmədilər. Top rəqibə keçir Galaxy futbolçularına. Topu yan xəttdən meydana daxil edirlər. Ruslan Poladov. Təhlükəli oynamışdı orada. Ayağını qurşaqdan çox yuxarı qaldırmışdı. Rəqib futbolçunu toqquşsa zədələyə bilərdi. Elcan Sariyev birbaşa qapıya zərbə cəhdi idi. Sanki topu rəqibə verir. Ruslan risk etmək olmazdı belə son dəqiqələrdə. Elcan Sariyev xilas etdi orada Süleyman Piriyev komandasını qoldan. Çox sağ ol təbii ki dedi. Minnətdardı ona. Çətinliklə hesabı bərabərləşdiriblər. Adi vəziyyətdə yenidən geriyə düşə bilərdilər hesabda. Nicat Baxşiyev geri oynadı. İlkin Əzizov mərkəz ötürmə. Elmir Mustafayev keçirə bilmədi, çevirə bilmədi hücumun səmtini. Sumqayıtın cavab hücuma olacaqmı? Oyun davam edir. Nicat Bəxşiyev ötürmə. Hücumun səmti dəyişir. Ruslan Poladov zərbə. Elcan Sariyev qurtarış etdi.
dərhal komandasının əks hücumunu başlatmaq istəyirdi. 50-ci dəqiqədəyik artıq. Nihad Ağayev Cavidlə oynuyor. Alınmadı. Onların bu reydi. Elçin Əzizov tələsir. Ötürmə Təmrazdan geriyə. Elmir Mustafayev. Ən heyecanlı saniyələrdir bu dəqiqə. Elçin Əzizovdan. Daha bir irəli ötürmə. Təmraz Əmircanov qazanır. Dabanlı ötürməsi yaxşı alınır. Uzaqdan qapıya zərbə olacaqmı? Gökhanın əyalı ötürməsi. İti bucaq altında zərbə orada. Nicat Baxşiyevdən başını tutur Fuad Rızayev. Top qapıdan keçmədi. Çıxmışdı artıq. 50 dəqiqə tamam olur. Elcan Sarıyev bir qədər əvvəl elə bir risk etdi ki, Sumqayıt azarkeşlərinin təzyiqi bəlkə də yerindən oynadı. Çətinliklə komandası bərabərlik edib və cavab oyununda hər şey həll olunacaq hələ ki. İlkin Əzizov ötürmə, Ruslan Poladovun başla zərbəsi. Amma ümumi oyuna nəzər salsaq təbii ki, Elcan Sarıyev kifayət qədər seyv etdi. Haqq vermək lazımdır. Çox yaxşı çıxış etdi Elcan Sarıyev. Əhsən ona. Ümumiyyətlə Sumqayıt komandası elə ilk dəqiqələrdən də döyüşürdü. Sona qədər hesabda 3-1 hesabı ilə geridəykən təslim olmadılar. Sona qədər döyüşdülər, bərabərləşdirilər. Uzaqdan qapıya zərbə. Gökhandan yenə də qeyri-dəyə qalınır və hakimlər görüşün başa çatdığını bildirən final fitini səsləndirir. Çox maraqlı bir qarşılaşma izlədik. Mini futbol üzrə Azərbaycan çempionatının 4-1 final mərhələsinin ikinci oyununun ilk oyununda Galaxy Sumqayıt maçında 3-3 hesablı bərabərlik qeydə alındı. Hər iki komandanı cavab oyununda uğurlar arzulayırıq. Bu oyunu sizlər üçün mən, Anar Əlizadə şərh etdi. Sağ olun, salamat qalın.